Bir də məsələn bizim universitetin belə bir avantajı var. Aktiv olan tələbələri həmçinin işə götürürlər. Yəni oranın proqramı ilə birəbir eyni olur. 3 dənə universiteti bir arada toplayır. Hansı ki mühəndisliyə giriş üçün, yəni sistem üçün lazımlı olan biliklərdir. Mən xaricdə təhsil axtarırdım, amma xaricdə təhsil gəldi özümə tapdım. Salam, mən Zəhra Mustafayeva, Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasında 2-ci kurs tələbəsiyəm. Bu gün Türkiyə-Azərbaycan Universiteti və kompüter mühəndisliyi haqqında məlumat verəcəm. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Ümumiyyətlə mən uşaqlıqdan bəri xaricdə təhsil almaq istəyirdim. Lakin xaricdə təhsil almaq üçün həm ailəmdən uzağa getməli idim. Düşünürdüm ki, mənim dil imtahanından yüksək bal yığacam. Uşaqlıqdan gələn bazam var. Bunu boşa xərcləmək, potensialımı itirmək istəmirdim. Yəni bir növdən riskə atmaq istəmirdim. İxtisas seçimi zamanı isə orada Türkiyə-Azərbaycan Universitetinin adı ilə qarşılaşdım. Mən 2024-cü ildə qəbul olmuşam, yəni universitetin ilk açıldığı ildir. Ondan sonra açıq qapı günlərinə getdim, universiteti araşdırdım və öyrəndim ki, xaricə getmədən Azərbaycanda qalaraq oranın təhsilini almaq imkanını bizə verirlər. Mən xaricdə təhsil axtarırdım, amma xaricdə təhsil gəldi özümə tapdım. Ona görə də Türkiyə-Azərbaycan Universitetini seçdim. Kompüter mühəndisliyi ixtisasını seçməyimin səbəbi isə mən uşaqlıqdan riyaziyyat yönümlü olmuşam. Məntiqi düşünmə tələb edən ixtisaslara daha yaxın hiss eləmişəm özümü. Kompüter mühəndisliyi düşünürəm ki, karyerası önü açıq bir sahədir. Həmçinin proqramlaşdırmaya və sairə də marağım var. Ona görə də kompüter mühəndisliyi ixtisasını seçdim. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Əslində bir çox suallar alıram, amma ən çox foundation, yəni hazırlıq ili ilə bağlı sual alıram ki, məsələn mənim ingilis dilim zəifdir, mən dərsləri başa düşə biləcəmmi, anlaya biləcəmmi? Mənim cavabımsa budur ki, bizdə imtahan EP imtahanı adlanır. Yəni English Proficiency Exam. Siz bu imtahanı verirsiniz. Əgər bu imtahandan keçsəz, birbaşa dərslərə başlayırsınız. Qeyd edim ki, bu imtahanı keçmək üçün xeyli miqdarda ingilis biliyiniz olmalıdır. Əgər keçə bilməsəniz, səviyyə imtahanı verirsiniz. Bizdə 4 səviyyə var və bu səviyyələrə uyğun dərslər verilir. Yəni hər səviyyənin özünə uyğun proqramı və dərs saatları olur. Aşağı səviyyələrə daha çox dərs saatı olur, yuxarı səviyyələrə isə nisbətən daha az dərs saatı olur. Və bir ilin sonunda o imtahanı təkrar verirsiniz. Düşünürəm ki, əgər dərslərdə məsuliyyətli olsanız, o imtahanı rahatlıqla keçə bilərsiniz. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Düşünürəm ki, bu universitetdə və bu ixtisasda universitetdə oxumağın ən böyük üstünlüyü, yəni Türkiyə-Azərbaycan Universitetinin mənim üçün ən böyük üstünlüyü networku və diplomudur. Mən məsələn kompüter mühəndisliyi ixtisasında təhsil aldığım üçün qutaranda həm Orta Doğu Texnik Universiteti, yəni ODTÜ Universitetinin, həm də Azərbaycan Texnik Universitetinin diplomunu alacağam. Və bu, yəni demək deyil ki, mən Türkiyə-Azərbaycan Universitetinin diplomunu alacağam, üstünə sadəcə qeyd olunacaq ki, ODTÜ proqramı ilə tədris olunub. Xeyr, mən həqiqətən də ODTÜ-dəki məzunlara hansı diplom verirlərsə, bizim universiteti bitirən tələbələrə, məzunlara da həmin diplomu verəcəklər. Yanında da əməkdaş universitet olan, tərəfdaşlarımızdan biri olan Azərbaycan Texnik Universitetinin diplomunu verəcəklər. Əgər araşdırsaz görə bilərsiniz ki, ODTÜ diplomu dünyada necə tanınır. Bir çox şirkətlərin CEO-ları ODTÜ-dən məzun olub. Düşünürəm ki, bu mənim üçün böyük bir avantajdır, o diplomun açdığı qapılar. Düzdür, diplom tək başına yetmir, insan gərək özü çalışsın. Bu cəhətdən də deyərdim ki, kompüter mühəndisliyi öz üzərimdə işləyə biləcəyim bir sahədir. Məsələn, evdə oturub YouTube-dan videolara baxıb, müxtəlif kurslardan təhsil alıb. Ümumiyyətlə, universitetdə bizdə müəllimlər bizi həqiqətən çox yönəldirlər. Məsələn, deyirlər ki, gedin bu dili öyrənin, bu proqramlaşdırma sahəsi, bu layihələrə qatılın. Onların sözlərinə qulaq asanda insan bir növ özünü də kəşf edir ki, məsələn, mən hansı sahəni istəyirəm, kompüter mühəndisliyin, hansı budağına getmək istəyirəm. Bu şəkildə deyərdim ki, ən böyük avantajı budur. Özümü tanımaq və diplom. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Bu ixtisasda oxumaq düşünürəm ki, məni disiplin cəhətdən çox inkişaf elətdirir. Niyə? Çünki bizim ixtisas daim dəyişən, daim yeniliyə açıq olan bir ixtisasdır və heç kim məcbur eləmir ki, sən oturub bunu öyrənməlisən, sən oturub bunu öyrənməlisən. Tamamilə özünüzdən asılıdır. Məsələn, biz universitetdə qrup yoldaşlarımla eyni təhsili alsaq da deyərdim ki, kompüter biliklərimiz bir-biri ilə tamamilə fərqlənir. Çünki dediyim kimi kompüter mühəndisliyi çox geniş sahədir və hərə bir istiqamətdə bir şeylər öyrənir. Məncə ən böyük üstünlüyü, əgər özün self study eləməsən, öz üzərində işləməsən, belə deyim də sahədə digərlərindən rəqabət olaraq geridə qalırsan. Ən böyük üstünlüyü odur ki, yəni məcbur olursan ki, açasan hardansa ya kursa gedəsən ya YouTube-dan özün bir şeylər öyrədəsən özünə, özün bir şeylər öyrənəsən. Ümumiyyətlə düşünürəm ki,
Asan sahəyə qaçmaq məntiqli deyil. Çünki biz hələ gəncik, özümüzü inkişaf elətdirməliyik, çalışmalıyıq. Yəni mən deyə bilmərəm ki, bizim dərslər asandır. Xeyr, bizim universitetin proqramı, yəni dünyada tanınır ki, mühəndislik proqramıdır, ağır proqramdır, çətindir. Yəni əziyyət çəkmək lazımdır, dərs oxumaq lazımdır. Çətin olmağına çətindir, amma düşünürəm ki, bu çətinliyə dəyər. Əgər irəli getmək istəyiriksə, karyeramızda uğurlu olmaq istəyiriksə, çətinliyə dözmək olar. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Əslində universitet həyatı düşünürdüm ki, belə kinolardakı kimi olacaq, ancaq əylənəcəm. Müxtəlif idman klubları ola bilər, müxtəlif layihələr. O cəhətdən biraz gözlədiyim kimi keçmir. Çünki universitetdə gördüm ki, məktəbdə necə ki dərs oxuyurduq, məsələn, imtahandan yüksək bal yığmağa çalışırdıq. Universitetdə də həqiqətən insanın hədəfləri özünə belə yük olur, təzyiq olur və istəyirsən ki, o hədəflərin üçün çalışasan. O cəhətdən düşünürəm ki, gözləntimdən fərqlidir. Çünki məktəbdə tam olaraq bilmirdim nə ilə qarşılaşacağam. Amma universitet həyatı məncə məktəb həyatından daha qəşəngdir. Mən daha azad hiss eləyirəm. Məsələn, məktəbdə sadəcə hər kəs eyni imtahanı götürür, amma burada dediyim kimi, yəni dünyada fürsətlər çoxdur, karyera imkanları çoxdur, layihələr çoxdur. Yəni o cəhətdən düşünürəm ki, universitet həyatı məktəb həyatına nisbətən qat-qat daha yaxşı keçir. Ən azından mənim universitet həyatım. Bu ixtisasda seçməli fənlər varmı? Əgər varsa, tələbələr həmin fənləri necə seçirlər? Bizdə seçməli fənlər 1-2-ci kursda yoxdur. Yəni hər kəsdə belə deyək, stabil riyaziyyatdır, fizikadır, bəzi bazı fənlər tədris olunur ki, sonradan mühəndislik dərsləri gələndə onları anlaya bilək. Amma 3-cü, 4-cü kursda bəzi seçməli dərslər var. Seçməli dərslərdə bizim universitet belə deyək, hələ təzə açıldığı üçün uşaqların rəyləri alınır. Məsələn, çoxluq hansı dərs seçmək istəyirsə, o dərsin müəllimləri Türkiyədən gətirilir. Qeyd edim ki, bizim bütün müəllimlərimiz Türkiyədən gətirilir. Yəni hansı universitetin, məsələn, mən diplomunu alacağamsa, həmin müəllimlər gəlir bizə dərsləri tədris eləyirlər. Yəni oranın proqramı ilə birəbir eyni olur. Hətta foundation oxuyanda biz məsələn imtahan saatlarımız belə Türkiyədə ODTÜ-də oxuyan uşaq mənlə məsələn eyni leveldə oxuyan uşaq o imtahana saat neçədə girəcəksə, mən də ona girəcəm və tamamilə imtahanda eyni suallar olur. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Bu universitet nəinki digər universitetlərdən, deyərdim ki, dünyadakı bütün universitetlərdən fərqlənir. Çünki bu dünyada ilk çətir universitetdir. 3 dənə universiteti bir arada toplayır. Hacettepe Universiteti, İstanbul Texnik Universiteti və Orta Doğu Texnik Universiteti. Bu 3 universitetin akademik heyəti birləşir. Hər üçündən professorlar gəlir, müəllimlər gəlir və şagirdlər bu 3 universitetin belə deyək çətiri altında dərslərə başlayırlar. Məsələn, mən hal-hazırda əgər ODTÜ-yə getmiş olsaydım, bütün tələbə yoldaşlarım ODTÜ-dən olacaqdı. Amma hal-hazırda Azərbaycanda olduğum halda bəzi tələbə yoldaşlarım Hacettepe tələbələrdir, bəziləri isə İTÜ tələbələrdir. Düşünürəm ki, bu da böyük şansdır. Yəni network baxımından düşünsək. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Universitetin akademik heyəti, məsələn, normalda universitetlər ümumiyyətlə Türkiyədə bu 3 universitet bir-birindən tamamilə müstəqildir. Biri İstanbuldadır, digər ikisi isə Ankaradadır. Amma Türkiyə-Azərbaycan Universitetində bu universitetlər birləşirlər. Ortaq dərslərə şagirdlər bir yerdə girirlər. Belə deyək, Azərbaycanda patok dərs kimi gedir. Bizdə də elədir. Ortaq dərslərə məsələn mən Hacettepe müəlliməsinin dərsinə girə bilirəm, onun riyaziyyat dərsinə girə bilirəm. Yəni təkcə ODTÜ müəllimləri ilə belə deyək, limitlənmir də. Digər universitetlərin müəllimlərinin dərsinə girə bilirəm və hər universitetin belə deyim, əlaqə dairəsi başqa cürdür. Qida mühəndislərinin əlaqə dairəsi, düşüncə şəkli başqa cürdür. Nə bilim, sənaye mühəndislərinki başqa cürdür. Belə başqa-başqa baxış açılarından, məsələn, mənim qrup yoldaşım Bəxtiyar dedi. Məsələn, biz bir layihədə işləyəndə mən ona proqramlaşdırma biliklərimlə töhfə verə bilirəmsə, digər patok yoldaşım ona qida mühəndisliyi biliklərindən, kimya bilikləri ilə töhfəsini verə bilər. Akademik heyət barədə düşünürəm ki, çox individual yanaşırlar. Həqiqətən bizə kadr kimi baxılır. Yəni mən orada hiss eləmirəm ki, ay bu uşaqlar onsuz da böyüyüb yəni məzun olacaqlar da. Elə deyil. Onlar düşünürlər ki, bu uşaqlar bəlkə magistr oxudular, gəldilər bizlə belə deyək, professor oldular. Yəni bu universitetdə dərs keçdilər. Bizə həqiqətən gələcəyin mühəndisləri kimi baxırlar və fikirlərimizə də ciddi yanaşırlar. Həqiqətən şəxsi yanaşmanı görürəm. Məsələn, kefim pozulsa və s. Bizim müəllimlər deyərdim ki, hardasa hamımızı tanıyır. Onsuz da biz universitetdə az uşağıq, ona görə hamımızda belə ayrı şəxsi yanaşmaları var deyə bilərəm. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Düzü hələ 2-ci kursa keçdiyim üçün çox praktika elədiyimi deyə bilmərəm. Amma dərslərdə müəllimlərin verdiyi tövsiyələrin internshiplərdə, stajlarda və praktikada işə yarayacağını düşünürəm. Dediyim kimi bayaq da qeyd elədim. Müəllimlər, məsələn, xüsusən də ixtisas müəllimləri, məsələn, kompüter mühəndisliyi müəllimimiz bizi yönəldir. Məsələn, videolar atır, bunlara baxın. Məsələn, saytlar tövsiyə edir ki, gedin o saytlardan bu dilləri öyrənin. Ona görə əlbəttə ki, yəni bu öyrəndiyim şeylər
şeylərin mənə yararlı olacağını düşünürəm. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Bizim universitetə qəbul olan kimi, yəni tələbələr ilk illərində Türkiyəyə yollanılır 1 həftəlik. Məsələn, mən ODTÜ-nün təhsilini alıram. Məni ODTÜ-yə yollayırlar. Sənaye mühəndislərini İTÜ-yə yollayırlar. Qida mühəndislərini də Hacettepeyə. Oradakı digər tələbələrlə tanış oluruq, kampusla tanış oluruq. Orada bəzən müəyyən seminarlara və dərslərə giririk. Yəni mühitlə tanış oluruq. Daha sonradan isə bizdə belə deyək, yayda məcburi staj var. 40 gün, məsələn, mənim universitetimdə 40 gündür. 43 günü staj eləməmiş məzun ola bilmirik. Bu zaman stajda da müəllimlərimiz bizə kömək edir, yəni karyera cəhətdən. Onlar yenə yönəldirlər. Məsələn, bu il bizim ixtisasdan kompüter mühəndisliyindən 7 tələbə Ankaraya yollanıldı staj üçün 40 günlük praktika üçün. Gələn illərdə də hansı tələbələrin ki, belə deyək, yüksəkdir GPA, ortalaması yüksəkdir, aktivdirlər, çalışırlar, onları Türkiyəyə, ODTÜ-nün özündə Teknokent var. Orada məsələn müxtəlif texnologiya şirkətləridir, bir aradadır. Orada tələbələr staj eləyə bilirlər. Bizi də oralara yönəldirlər. Yəni o cəhətdən çox kömək olurlar. Bir də ümumiyyətlə özləri də mühəndis heyəti olduğu üçün təbii ki, belə deyək, networklər də genişdir. Məsələn, mənim bir layihəm olsa, müəllimlər bunun arxasında durarlar, kiməsə tövsiyə elərlər, kiməsə yönəldirlər. Bu şəkildə, yəni karyeramıza dəstək olurlar. Sizcə sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Məncə onlar düşünürlər ki, belə riyaziyyat, fizika oxumaq lazım deyil. Amma düşünürəm ki, məncə bəzi biliklər üçün o ilk kurslarda tədris olunan riyaziyyat və fizika da təməldir. Çünki bu yəni təkcə bizim universitetdə yox, digər Avropa və Amerika ölkələrində də kalkulusdur, fizikdir. Yəni bunlar baza dərslərdir. Hansı ki mühəndisliyə giriş üçün, yəni sistem üçün lazımlı olan biliklərdir. Onları məncə boşlamamaq lazımdır. Düzdür, bizim üçün əsas ixtisas dərslərimizdir, proqramlaşdırma dillərdir. Amma zaten ilk illərdə proqramlaşdırma dilləri ağırlıqlı olmur sistem. Daha çox baza, təməl qoymaq üçün olur. Daha sonradan 3-cü, 4-cü kursda isə artıq real praktika, təcrübə, proqramlaşdırma dilləri üstünə düşürlər. Yəni o dərsləri də boşlamasınlar. Universitetə girəndə insan biraz daha azad hiss eləyir, özünü belə yetişkin kimi hiss eləyir. Yəni yeniyetməlikdən çıxmış olursan artıq. Onun da məncə çox azadlıq hissinə qapılmasınlar. Özlərini idarə etməyi bacarsınlar. Yəni özünü idarə etmə, məsələn, öz həyatlarını nisbətən də olsa planlasınlar. Düz birinci kurs hələ tezdir, amma yəni gedişatını. Bu ixtisasda oxumaq səndə nələri dəyişdi? Burada oxumaq əslində məndə çox şey dəyişib. Düşünürəm ki, məsələn, mənim ağlımda həmişə müxtəlif ideyalar, fikirlər olub, amma universitetdə oxuyandan sonra daha cəsur hiss eləyirəm. Yəni bu layihələrin dalınca gedə bilərəm ya da kimsə mənə belə deyək, sərmayə verə bilər, investisiya eləyə bilərlər. Düşünürəm ki, daha özgüvənli və daha cəsur olmağıma kömək elədi. Bir də mən düşünürdüm ki, məsələn, dərs oxusaq hər şeyi əldə edə bilərik. Universitetdə mən məsələn çox yaxşı dərs oxusam hər şeyi əldə edə bilərəm, amma elə deyil. Yəni soft skills-lərin də nə qədər önəmli olduğunu gördüm universitetdəki. Ünsiyyət, insanlarla danışma, anlaşma, özünü ifadə etmək necə önəmlidir. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? 100% deyə bilərəm ki, bəli. Ümumiyyətlə bizim universitet hələ yeni açılmış universitetdir. Yəni inkişafa çox açıqdır. Ona görə bizdən soruşurlar ki, məsələn, bu semestr nəyi bəyənmədiniz ya da hansı şikayətiniz və ya təklifiniz varmı? Düşünürəm ki, yəni bizim rəylərimizə həqiqətən qulaq asırlar. Məsələn, biz ilk qəbul olanda bufet nisbətən kiçik idi və biz istifadə edə bilmirdik. Ondan sonra müəyyən anket açıldı. Universitetdə görmək istədiyiniz 3 şey, hər kəs öz istəklərini yazdı və ən başda gələn istək yeməkxana idi və ondan sonra onlar bunu qərara aldılar və bizim üçün belə deyək, yeməkxana açdılar. Bu şəkildə. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Hamısında çətinlik çəkdiyim üçün hamısı məni inkişaf elətdirir. Çünki hamısı belə yeni dərslərdir. Ən çox inkişaf elətdirən müəllim deyərdim ki, mənim foundationdan Anıl Albalar hocam olub, hansı ki mənim ingilis dili müəllimim olub. Onun sosial media hesabı var, orada ingiliscə videolar paylaşır. Ümumiyyətlə onun xarakterini özümə çox yaxın bilirəm. O da belə həm akademik olaraq uğurlu, həm də əyləncəli bir insandır. Çox vaxt insanlarda düşüncə olur ki, belə uğurlu olmaq üçün gərək ciddi olasan, ya əyləncəli olmayasan, amma Anıl hoca yəni mənim həyatımda gördüyüm bəlkə də ən gülməli, ən əyləncəli insandır. Dərsinə girəndə insan enerji ilə dolurdu. Həm də belə sosial mediaya da ona baxıb biraz ruhlanıb başladım. Həmçinin o bizə həmişə deyirdi ki, yəni ruhdan düşməndə siz mühəndisiz, siz problemlərə həll tapan adamlarsınız. Bizə deyirdi siz qutaracaqsınız. Falan yerlərdə məzunlarımız var, bəhmən yerlərdə məsələn CEO-larımız var. O həqiqətən insana belə deyək, çox qəşəng motivasiya olurdu. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Öncədən bilin ki, universitetin dərsləri ağırdır. Yəni ona hazırlıqlı gəlin ki, bütün günü gəzmək, yatmaq belə olmayacaq. Müəyyən siz əziyyətlərə dözməli olacaqsınız. Amma özünüzü
belə deyək, göstərin, GPA-nizi yüksək tutun, ortalamanızı yüksək tutun, aktiv olun. Bir də məsələn bizim universitetin belə bir avantajı var. Aktiv olan tələbələri həmçinin işə götürürlər. Məsələn, hal-hazırda bizim tələbələrdən səhv eləmirəmsə 7-sini mən də daxil olmaqla işə götürürlər. Yəni tələbələrə çox şans verirlər qabağa getmək üçün. Ona görə əgər bizim universitetə qəbul olsanız, maksimum dərəcədə aktiv olun, layihələrə qatılın, fikirlərinizi içinizdə tutmayın. Yəni onu həyata keçirməmiş belə olsanız, hansısa hocaya, hansısa qrup yoldaşınıza və s. deyin, onlar böyük ehtimal onun arxasınca düşəcəklər. Sizcə Türkiyə Azərbaycan Universitetində bu ixtisası oxuyan tələbələri digər universitetlərdə eyni ixtisas üzrə təhsil alan tələbələrdən fərqləndirən ən böyük üstünlük nədir? Praktika cəhətdən daha şanslıyam. Yəni daha çox yerə praktikaya gedə bilirəm. Çünki normalda universitetdə tələbələr internlər, yəni internshipləri özləri axtarıb tapırlar. Amma bizim universitet bizi yönəldir və ya müxtəlif şirkətlərlə, məsələn, Azərsunla anlaşma bağlamışdı. O cəhətdən düşünürəm ki, yəni praktika eləmək bizdə daha rahat, daha şanslıyam. İngilis dili təhsili də Middle East Technical University. Buranın ingilis dili təhsili dünyaca tanınan bir ingilis dili təhsilidir. Yəni foundationu oradan təməli qoymaq, güclü bir ingilis dilinə sahib olaraq başlamaq daha asandır. Yəni belə yola verdi ingilis dili yalandan keçmirik də. Həqiqətən bir il sırf ingilis dilinə ayrılır. Bu ixtisasın sillabusu kifayət qədər zəngindir. Tələbə dərsləri yüksək səviyyədə mənimsəmək üçün gündə və ya həftə ərzində təxminən nə qədər vaxt ayırmalıdır? Sözün düzü, mən biraz motivasiya ilə dərs oxuyuram. Yəni məsələn, elə günorta heç oxumuram, elə günorta 8-9 saat oxuyuram. Amma əgər orta hesabla deyərdim ki, gündə 3-4 saat bəs eləyər. Hər gün 3-4 saat oxuyan biri məncə rahatlıqla keçər dərsləri. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Universitetimdə dəyişsəydim kampusu daha böyük eləyərdim. Amma onsuz da bunun üzərində işlənir. Hal-hazırda müqavilə bağlanılıb. Artıq 2028-2029-cu illərdə yeni kampusumuz hazır olacaq. Amma hal-hazırda belə bir saniyədə belə dəyişə bilsəydim, yəqin kampusun ölçüsünü artırardım. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdim. Bəli, seçərdim. Düşünürdüm ki, əslində riskdir. Çünki mən universitetin ilk tələbələrindənəm və müəyyən qədər yüksək bal yığmışdım və bir çox universitetlərə balım çatırdı. Amma populyarlığın dalınca getmək yerinə həqiqətən oturdum, araşdırdım və düşündüm ki, bu universitet mənim kriteriyalarıma daha çox uyur. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Abituriyentlər demək istəyirəm ki, fərqi yoxdur siz hansı universiteti seçirsinizsə seçin. Mütləq yəni özünüzü inkişaf elətdirin. Bəzən insan heç bilmir nə edir, nəsə eləyir, amma o nəsə eləyirsiz, siz kiçik-kiçik nəsələr yığılır, sonda bir uğura çevrilir belə deyək. Həmçinin 2X Akademiyada təşəkkür edirəm ki, belə fürsət verir ki, məsələn mən vaxtında ilk ixtisas seçəndə tam olaraq bilmirdim. Məsələn, kompüter elmləri nədir, kompüter mühəndisliyi nədir, informasiya təhlükəsizliyi nədir. Burada amma hazır real orada oxuyan tələbələr, məzunlar çıxış edirlər və artıq uşaqlar belə ətraflı məlumatla sahiblənirlər. Ona görə sizə təşəkkür etmək istəyirəm.